Salam tələbələr. Deməli, bugünkü dərsimizdə mailiyin qurulmasına baxacağıq. Belə bir tapşırıq var. Bu tapşırıqdakı 1/30 nisbətində olan mailliyi və 1/10 olan 10 nisbətində olan mailliyi yerinə yetirməyə çalışacağıq. Deməli, ilk növbədə nə edirəm? 100 xəttimizi çəkirik. 100 100 ölçüsündə xəttimizi çəkdik və ona müəyyən bir ölçü veririk ki, yəni görsənsin ki, bu 100-dür. Ondan sonra bu xətt əsas xətt olduğuna görə, kontur xətti olduğuna görə necə olmalıdır? Qalın olmalıdır. Sonra mərkəz xətti çəkəcəyik 120. 120 düz mərkəzindən 120. Bu isə mərkəz xətti olduğunu göstərən xəttlər, yəni nöqtəli qırıq xəttlər mərkəz xəttindən çəkməliyik. Daha sonra isə 23-ün 10-a məsafələrində bir nöqtə verilib bizə. Bu nöqtə ona görə lazımdır ki, biz maili xəttin haradan keçəcəyini bilmiş oluruq və bu nöqtədən o maili xətti keçirərək mailliyimizi qurmuş olacağıq. İlk növbədə 23 məsafəsində və 10 məsafəsində olan nöqtəmizi qurmuş oluruq. Oranı nöqtə kimi göstərmək üçün donot deməli komandasından istifadə edəcəm. Deyir, daxili diametrdə 0.1 olsun, okey. Çöl diametri 2 olsun, okey. Gətirirəm onu bu nöqtəyə qoymuş oluram. Və buranı silə bilərəm. Artıq bu nöqtədən keçən 1/30 nisbətində mailliyi qurmalıyıq. Bu nisbətdə mailliyi qurmaq üçün mən kənarda 120 uzunluğunda bir xətt çəkirəm. 120-dirsə əgər bu xəttimiz 1/30 nisbətini qurmaq üçün, yəni kiçik katetimiz bizim 1-dir, uzun katetimiz isə 30 olacaq. 120-ni 30-a böləndə nə qədər edir? 4. 4 milli məsafədə, deməli 4 milli məsafədə katetimizi qurmuş oluruq və maili xəttimizi bu kiçik katetdən böyük katetin sonuna qədər uzatmış oluruq, birləşdirmiş oluruq. Yəni düzbucaqlı üçbucaq qururuq. Bir sözlə 1/30 nisbətindəki düzbucaqlı üçbucağımız budur. Yəni istər siz bunu mən AutoCAD-da daha rahatlıqla göstərə bilərəm 30 və bu da 1. 1. Amma xəttkeşlə yəni 1 milli məsafəni tutmaq, çəkmək biraz çətin olduğu üçün biz onu biraz daha da böyüdürük ki, yəni bu maillik ilə bu maillik eynidir, bir-birinə bərabərdir. Yəni əgər mən bunu götürsəm, buradan deməli bu nöqtədən yapışsam, gətirsəm, deməli F8-i bağlayaq, deməli gətirsək bu nöqtəyə, yəni birin-birə fikir versəniz, maili xəttlər bir-birinin üstünə düşmüş olur. Yəni 1/30 nisbəti bərabərdir 4/120 nisbətinə. Yəni 120 niyə görə elədim? 100 rəqəmi 30-a tam şəkildə bölünmədiyi üçün mən bunu bu şəkildə etməyə məcburam. Əgər bu 1/30 yox, 1/20 olsaydı, o zaman ehtiyac yox idi 120 məsafəsində uzatmağa, yəni 100 xəttindən də istifadə edib mən onu rahatlıqla qura bilərdim. Bunu qurandan sonra artıq nə edirəm? Mən elə bu xəttin özünü, yəni bunu ölçüləndirək ki, həqiqətən bu 120-dir. Və mən deməli bu xətti buradan kopyalayıram, Ctrl+C, Ctrl+V deyirəm və onu gətirirəm bu nöqtəyə, nə edirəm? Yerləşdirmiş. Yəni yerləşdirmədən öncə bu kopyaladığım xətti bir yerə tutuzduraq. Ondan sonra seçək və nə edək? Köçürmə üsulu ilə gətirək bura bu nöqtəyə. Artıq mənim deməli mailliyim hazırdır və onun müəyyən nöqtələrə qədər nə etməliyəm? Uzatmalıyam. Extend komandasını seçirəm, Enter deyirəm və onu uzadıram bu nöqtəyə kimi. Sonra digər xəttimizi uzadırıq. Buradan buraya artıqları silirik trim vasitəsilə.
Belə bu şəkildə. Bu hissə artıq hazırdırsa, 23-ün 10-a, yəni bu məsafəni burada ölçü ilə göstərək. 23, bu isə bizdə 10 məsafəsidir. Deməli, bu məsafədən eynisi burada da gərəklidir bizə. Yəni, simmetrik olduğu üçün bu detal, yəni ortadan bölünən zaman, yəni simmetrik, sol və sağ tərəf bir-birinə simmetrik olduğu üçün eyni ölçüləri burada tətbiq edirik və nə edirik? Buradan, deməli, 23 məsafəsində və yuxarıya doğru F8 komandasını yandırdıq. Yuxarıya doğru 10 millimetr məsafədə bir nöqtəmiz var. Yenə donatdan istifadə edib bura bir, deməli, nöqtə qoya bilərik. Bura bir nöqtə qoya bilərik. Qoyduq mu? Tamam, artıq xəttimizi silə bilərik buradan. Və indi bu hissə ilə bu hissə simmetrik olduğu üçün elə xəttkeşi bu nöqtəyə və bu nöqtəyə qoyub nə edirəm? Mən müəllimi qurmuş oluram. Və təbii ki, bu xətti seçəndən sonra, çəkəndən sonra yarımçıq qalan xəttimizi uzatmış oluram. Sonra artıq xəttimizi buradan silə bilərik. Artıq biz müəllim, yəni 1-in 30-a olan müəllimimizi qurmuş olduq. İndi qaldı bizdə, deməli 1-in 10-a nisbətində bu müəlliyi qurmaq. Bu müəlliyi qurmaq üçün ilk öncə 65-in 12-yə olan nöqtəmizi qeyd eləməliyik. Deməli, birinci növbədə yuxarıdan aşağıya doğru 65, sağa doğru 6, sonra xətti buradan uzadaraq 6-da sola çəkirəm və ölçüləndirirəm ki, bu bizim 12 xəttimizdir. Bu isə bizim, deməli, 65 məsafəmizdir. Yəni, bir sözlə, maili xətt bu nöqtə və buradakı nöqtədən, yəni nöqtə olaraq göstərsək, bu nöqtə və bu nöqtədən nə etməlidir? Keçməlidir. Ona görə mən 1-in 10-a nisbətində bir düzbucaqlı üçbucaq qurmalıyam və o üçbucağın hipotenuzuna paralel deməli xətti çəkməliyəm. İndi deməli mən burada baxıram, deməli burada 12, burada 12 veriblər bizə. 120-ni 10-a bölən zaman orada da 12 qalır. Deməli bu məsafə buradan bura kimi olan məsafə nə olur bizdə? Düz xətt olur. Deməli müəllimiz hardan başlayır? Hardasa buradan başlayır. Buradan başlayır və mən 1/10 nisbətində, yəni 1/10 çox az olduğu üçün hər iki rəqəmi 5-ə vururam. 5-in 50-yə. Hər iki rəqəmi 5-ə vururam. O zaman nə edirəm? Yəni, xəttkeşlə çəkməyə rahat olsun deyə, ölçünü görməyə rahat olsun deyə, deməli, buradan bu nöqtədən yuxarıya doğru 50 məsafəsində bir xətt çəkirəm. Sonra isə 5 demişdik. 5 məsafəsində digər kateti çəkirəm. Sonra nə edirəm? Hipotenuzumuzu qurmuş oluruq. Burada, yəni, baxsaq əgər, burada müəyyən bir xəta olduğunu rahatlıqla görə bilərik. Yəni, bu 12 məsafəsi bizə düzgün verilmədiyi üçün mən bu xətti uzatsam, görəcəyəm ki, bu xətti nə edib? Müəyyən bir nöqtədə kəsir. Heç bu hara gəlib 120-yə çıxmır da, yəni belə deyək, buradan göstərək 120 ölçümüzü. Nöqtə və burada bir nöqtə. 120 ölçümüzü, yəni tamamlanmış. Hardasa kəsilir bu. Yəni, ona görə mən bu 12 ölçüsünü nə etməliyəm? Dəyişməliyəm və bunu
18, 20, indi 20 daha olar, daha yaxşı olar, yuvarlaq şəkildə olar. O formada götürsək daha uyğun olar bizə. Deməli, indi bu xəttini eləməliyik. Bunları silirəm buradan. Və 12 xəttini eləyəcəyəm, artıq uzadacağım. Mərkəzdən 6 sol idi, 6 sağ idi. Deməli, bu 4 mil uzanmalıdır. Digər tərəfdən də 4 mil uzanmalıdır. Sol 20, nöqtələrimizin də yerini dəyişək. Nöqtələrimizin də yerini dəyişək burada. Və burada. Aha. İndi bu nöqtədən keçən, bu nöqtələrdən keçən maili düz xətlərimizi biz vurmalıyıq 1-10 nisbətində. 120-ni dedik ki, ona tam bölə bilirik, 12 qalır. Və yaxud da mən bu 1 bölünsün 10 nisbətini hər iki tərəfini də 5-ə vuraraq və yaxud da 6-ya vuraraq burada müəyyən bir ölçü dəyişikliyi eləmiş olaram, amma nisbət olaraq eyni qalır. Deməli, 6-ya vursaq və 5-ə vursaq fərq eləmir, 5-ə vuraq. Deməli, 50-nin 50 və 5-ə. 1, düz bucağı üst bucaq vuraq. Sonra bu maili burada vurmuş oluruq. Bu mailiyimiz artıq hazırdır. Bu bizim əsas xəttimiz olacaq burada. Onu 0,3-ünü qaraldıram ki, bilinsin əsas xətt hansıdır. Və burada ixtiyari bir uzunluqda xətt çəkirəm. Bu xəttimizi də uzadacağıq bura kimi. Və həmçinin də bura kimi uzatmış olacağıq. Bu bizim bir üsulla çəkəcəyimiz üsuldur. Yəni hər iki tərəfi müəyyən bir ölçüyə gətirdim. Yəni 5-ə vuraraq hər ikisini böyütdüm ki, xətt keçdə görmək rahat olsun, çəkmək rahat olsun. Digər tərəfi isə başqa bir üsulla, yəni 120-ni 10-a bölərək, 120-ni 10-a bölərək eləyir 12. 12 məsafəsində buradan 12. Burada bir nöqtə qoyaq ki, bilinsin 12 hardadır. 12 bu buradadır. Hətta o nöqtəni qırmızı rənglə göstərim ki, daha rahat görsənsin. Bunu silək buradan. İndi deməli bu nöqtədən bu nöqtəyə kimi bir maili düz xətt çəkirəm. Düz mərkəz xəttinlə birləşdirirəm bunu. Yəni mərkəz xətdən nəzərən. Bu bizim hipotenuzumuzdur. Bu bizim 120 katetimizdir. Buradakı məsafə isə, yəni bu 12 məsafəsi isə bizim digər katetimizdir. O hardan gəldi? 120-ni 10-a böldük. Yəni kiçik katetimiz 12 oldu. Bu isə böyük katetimiz 120-dir. İndi bu xətti, yəni bu maili xətti biz paralel köçürməklə bu nöqtəyə gətirməliyik və ona uyğun olaraq mən bu nöqtədən başlanğıc olaraq deyirəm ki, siz iki xəttkeşlə, düz bucaqlı, üst bucaq xəttkeşlə və bir düz xəttkeşlə istifadə edərək o paralel köçürməni tam dəqiqliyini yerinə yetirə bilərsiniz. Mən isə AutoCAD-ın komandasından paralellik komandasından istifadə edirəm. Ctrl sağ düymə dedim, paralelliyi seçdim. Və indi nə edirəm? Bu düz xətti göstərirəm ki, ona bundan nəzərən paralel getsin və artıq o öz paralelini qoruyub saxlamış olur. Sonra nə edirəm? Xətlərimi uzadıram. Uzatdım bunu da və qalınlaşdırmış oluram. Aha, bu bizim oldu, deməli. İkinci bir üsulla eyni nisbətdə olan mailiyinin qurulması. Yəni, əgər belə deyək ki,
sizdə şübhə yaranıbsa fərqli bir maillik yarana bilər. Xeyr. Burada kəsişmə nöqtəsinə rahatlıqla burada 14 veribsə, deməli burada da 14'ü görmüş oluruq. Bu mailliyin qurulması bu qədər. Yəni maillik bu formada qurulur. Ya istəsəz qıraqda, kənarda o verilən nisbətə uyğun bir düzbucaqlı üçbucaq qurub paralel köçürməklə, iki xəttkeş üsulu ilə paralel köçürməklə onu qura bilərsiniz və yaxud da bu hissədə göstərdiyim üsullarla maillikləri qurmaq mümkündür. Ondan sonra qalır burada bizim təkcə, deməli bunlar bizdə qalın xətlər olmalıdır. Onu birinci qalınlaşdıraq. Deməli qalınlaşdırdıq. Artıq xətlərimizi silək. Trim vasitəsilə. Bu qədər. Və burada da artıq xətlərimiz var. Onları da silək. Və buranı lineyə qalınlaşdıraq. Bu belə. Bundan sonra artıq qalır burada bizim R8 radiusumuz, R5 radiuslarımız. Burada da R5 radiuslarımız var. Onları yerinə yetirmək lazımdır. Onları da yerinə yetirmək üçün iki düz xəttin ixtiyari, yəni bucaq altında olan iki düz xəttin qovuşması üsulundan istifadə edərək biz deməli radiusları burada quracağıq. Mən birini göstərəcəyəm. Digərlərdən üsulda olduğu üçün vaxtımız çox uzanmasın deyə onları artıq göstərməyəcəm. Dedim ki, verilən radius qədər həmin xətlərə paralel düz xətlər çəkməliyik. Mən offset komandasını istifadə edirəm və ölçü radiusu verirəm ona 8. Məsələn, burada 8 radius olduğu üçün hər xəttdə 8 milli məsafədə paralel düz xət çəkmiş olmalıyım. Deməli, buna dedim 8, buna da deyirəm 8 və neynədir? Onlar bir nöqtədə kəsişmiş oldular. Bu nöqtəyə deməli 8 yazsam radius olaraq, yəni radiusa görə çevirə komandasını seçdim və 8 yazıram. Artıq neynədir? Bizim burada radiusumuz yarandı. Trimlə artıq xətləri silirəm. Və bu xətlər bizdə necə olmalıdır? Nazik şəkildə olmalıdır ki, biz bunu necə çəkdiyimizi göstərə bilək. Ondan sonra deməli artıq xətləri buradan silərək. Bunu silək. Bunları silək. Və bu radiusa da bir qalınlıq verək ki, bilinsin ki, əsas xətdir, bizə lazım olan xətdir. Yəni bu qədər. Ümid edirəm ki, başa sala bildim sizi. Hər hansı bir sualınız olarsa, müraciət edin və ona uyğun başqa bir metodla başa salmağa çalışın. Sağ olun. Digər dərslərdə görüşmək.